Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla həmsöhbət olacağıq və sizin tibbi biliklərinizi artırmağınız üçün, bu mövzuda maariflənməyiniz üçün və bizim də təbii ki, biliklərimizi yeniləmək üçün, bildiklərimizi təkrarlamaq üçün buradayıq. Bugün ürək-damar xəstəliklərindən danışacağıq. Ürəyimiz bizim üçün təbii ki, bütün orqanlarımız vacibdir. Amma bugün statistika, illər boyu dəyişməyən bir statistika var ki, ani ölüm səbəblərində və ümumiyyətlə ölüm səbəblərində birinci yerdə səbəb ürəkdir. Bu niyə baş verir? Tibb bu qədər inkişaf etmişkən, xüsusilə də kardiologiya. Çünki bugün artıq Azərbaycanda bir kardioloji xidmət üçün hər bir şərait var və çox nadir olar ki, kimsə ürək xəstəliyi ilə bağlı xaricə gedər ki, məsəl üçün 20-30 il bundan qabaq xaricə müraciət edənlərin sayı daha çox idi. Amma bugün Azərbaycanda kardioloji xidmət kifayət qədər yüksək səviyyədə təşkil olunub. Kardiologiya cəmiyyəti mövcuddur. Həkimlər öz üzərində kifayət qədər çalışır. Xaricdə oxuyan həkimlərimiz Azərbaycana qayıdıb. Amma dünyada və Azərbaycanda dəyişməyən bir statistika var ki, ölüm səbəbində birinci yerdə ürək-damar xəstəlikləri dayanır. Elə bu məqsədlə də bugün qonağımız bu xəstələri yaxından təqib edən, bu hadisələri daha çox görən invaziv kardioloq Doktor Vüqar Zamanov studiyamızdadır. Mən şəxsən Vüqar doktora çox güvənirəm bu mövzuda, çünki yaxın qohumlarımı da əməliyyat edib və çox uğurla, şükürlər olsun ki, illərdir qoyduğunuz stentlər işləyir. Bu haqda da danışacağıq. Ayrıca təşəkkür edirəm sizə bir vətəndaş olaraq. Təşəkkür edirəm. Və bugün invaziv kardiologiya mövzusuna toxunmadan öncə ürək-damar xəstəliklərinin yəni ölüm səbəbində ilk yerdə olmağının səbəbi nədir? İlk öncə təşəkkür edirəm xanım Dəvət Suzu və bütün CBC Sport ailəsini salamlayıram və ümid edirəm ki, və dəyərli tamaşaçılarımı salamlayıram və ümid edirəm ki, inşallah danışacağımız bu mövzu bir maarifləndirici effekti olacaq. Ürək-damar xəstəlikləri həqiqətən geniş bir mövzudur, kifayət qədər və təəssüflər olsun ki, hələ də statistikada qəfləti ürək ölümlərin belə deyək sayında ilk yerləri tutur. Çox geniş mövzudur və inşallah dediyim kimi qarşıdakı müddətdə bu xəstəlikdən necə qorunmalıyıq, bu xəstəliyin olmaması üçün nə etməliyik, ətraflı mövzu danışacağıq. Təbii ki, suallar sizdə. Bəli. Biz misal üçün yanımızda bir insan infarkt keçirirsə, bunu necə anlaya bilərik? Və nə etməliyik bu halda, nə etməməliyik? Bəli. Kəskin infarktlar, belə deyək, böyük əksəriyyət hallarda günlər öncədən, hətta həftələr öncədən artıq öz belirtilərini verir, yəni öz əlamətlərini verir. Bu əlamətlər sadə insanlarımız da daha son vaxtlarda daha çox bildiyi kimi hərəkət vaxtı, xüsusən fiziki yüklənmə zamanı sinə-ürək nahiyəsində göynəmə, yanma, ağrı kimi və yaxud sinə nahiyəsində diskomfort kimi bir şikayətlərlə büruzə verər. Kəskin infarktda əlbəttə ki, yəni bu geniş bir sahədir və damarın tutulduğu yerdən, yəni həcmindən, o damarın nə dərəcədə böyük bir damar olduğunu bilərəkdən nisbətən zəif və kəskin, dözülməz ağrılarla büruzə verir. Dediyim kimi, ürək nahiyəsində kəskin ağrılar varsa, xəstədə bəzən soyumuş, avazımış rəngi olur, güclü bir tərləməsi olur, bu kimi əlamətləri varsa mütləq bir şəkildə təcili tibbi yardımı çağırmaq lazımdır. Və bəzən təəssüflər olsun ki, kəskin infarktlar bəzən bu şansı xəstələrə vermir və ani qəfləti ürək dayanmaları verə bilir ki, bu anda xəstələrimiz və yaxud sadə insanlar, deyək ki, pasiyentin, xəstənin yanında olan insanlar ilk əvvəl xəstəni fiziki və səsli yoxlaması lazımdır. Əgər səsli olaraq suallara
cavab vermirsə, mütləq olaraq fiziki olaraq bir yoxlanmaq lazımdır. Ən azından karotis dediyimiz yuxu arteriyalarını və biləkdəki olan nəbzi yoxlamaq lazımdır. Əgər bu əlamətlər yoxdursa, mütləq bir şəkildə təcili yardıma, ən azından təcili yardım briqadası gələnə qədər sadə insanların da bilməsi vacib olduğu SPR dediyimiz, yəni qapalı ürək masajına başlamaq lazımdır ki, bu bir əl digər əlin üzərində olmaq üzrə döş sümüyünün üzərindən 5-6 sm dərinlikdə dərin bir masaja başlamaq lazımdır. Yəni döş sümüyünün ön hissəsində 5 sm dərinliyi hesablayaraq qapalı masaja başlamaq lazım ki, neçə dəfə edək o masajı? 1 dəqiqə ərzində ən azı 90-100 dəfə qədər bunu eləmək yəni lazımdır. Sürətlə etmək təxminən lazım. hər 20-30 baskıdan sonra süni tənəffüs, burunu tutaraq süni tənəffüs vermək lazımdır. Burada əsas məqsədimiz beyni qorumaqdır. Çünki bildiyimiz kimi oksigensiz, qansız mühitdə ən həssas olan orqan beyin olduğundan həssədə beyin ölümünü qarşısını almaq lazımdır və təbii ki, təkrar söyləyirəm, sadə insanların bilməli olduğu ən vacib əlamət həmən dediyim əlamətlər əgər xəstədə yoxdursa, artıq həyat belirtiləri sönmüşdürsə, mütləq bir şəkildə qapalı ürək masajına başlamaq lazımdır. Və siz qeyd etdiniz ki, bu bizə maraqlıdır ki, hansı damar zədələnib, yəni tamaşaçılara daha aydın olsun deyə, deyək ki, bu bizim ürəyimizdir, bu da gələn damardır. Bu damar tutulur və bu ürəyin müəyyən hissəsinə gedən qan dövranı pozulur və burada ürəyin toxuması ölür, nekrozdaşır, buna deyirik infarkt, eləmi? Və bu səbəbdən də, misal üçün deyirlər ki, filan kəs 75 yaşında infarkt keçirdi, heç nə olmadı, bu birisi 45 yaşında infarkt keçirdi, həyatını dəyişdi. Bu, yəni birbaşa bu tutulan damarın diametrindən mi asılıdır? Bəli, burada ürəyi qidalandıran 3 əsas ana damardır və koronar tac damarlar adlandırdığımız 3 əsas ana damardır və hər damardan çıxan böyük bir şaxələr var. Və bu damarın şaxələrinin əhəmiyyəti çox böyükdür və bütövlükdə ürəyimizi qidalandırır. Yəni, ürək damarlarını bir ağac kimi təsəvvür eləsək, ağacın gövdəsi və budaqları. Gövdəsi ana hissəsidir. Yəni, gövdədən quruyarsa, sadə dildə izah edirəm, quruyarsa ağac tamamən zərər görür. Amma budağın hansısa bir hissəsindən zədə quruyarsa və yaxud zədə alarsa, bu təməlli bir ağaca bütövlükdə zərər verməz. Ürək damarları da proksimal dediyimiz, yəni ana hissəsindən, baş hissəsindən tutularsa, bu zədələnmə, yəni infarkt, nekrotik sahə daha böyük bir sahəni əhatə eləmiş olur. Əlbəttə ki, bu an fəsadlar daha ağır olur. Ancaq nisbətən xırda şaxədə və yaxud həmin ana damarın distal dediyimiz uç hissəsindən və nisbətən daha az sahəni qidalandıran yerdən infarkt keçirərsə, bunun fəsadı daha az olur. Amma bütün bunlar, bu bir şansdır. Yəni, əlbəttə ki, biz bunu bir şansa buraxa bilmərik. Təbii ki. O yüzden istər böyük infarktlar, yəni makro və yaxud mikro infarktlar olmaması üçün bunun birmənalı şəkildə, bundan bizim ciddi şəkildə qorunmamız lazımdır. Bir məsələdə toxunmaq istəyirəm. Çox var ki, tarixdə, elə bu yaxınlarda da Türkiyədə məşhur bir müğənninin də səhnədə ölümünü biz müşahidə edik. Bəzi məşhur insanlar var ki, onlar konsert əsnasında və ya çıxış əsnasında səhnədə həyatlarını itirirlər məhz infarkt səbəbindən. Baxmayaraq ki, orada təcili yardım da olur, həkimləri də olur, amma burada xilas etmək olmur. Burada məsələ nədir? Yəni, sadəcə indi həkim işdə də bunu itirə bilər öz həyatını. O, onun işidir deyəmi səhnədə olan hallar sadəcə daha çox gözə çarpır. Yoxsa doğrudan da səhnədə olan insanlar daha mı risk qrupundadır? Bu keçirdikləri stresə mi bağlıdır, yuxusuzluğa mı bağlıdır? Yəni, səbəbi nədir? Bəli, təbii ki, ürəyin işləmə xəstəliyinin bugün tibbə məlum olan böyük bir belə deyək, səbəbi irsi faktor var, şəkər xəstəliyi var, yüksək təzyiq, az hərəkətlilik, artıq çəki, siqaret faktoru. Bütün bunlar hamısı risk faktorlardır və Türkiyəli müğənninin, sənətçinin əlbəttə ki, həyatını səhnədə itilməsi hər birimizi üzdü. Bu insanlar bəli, sənət adamı olduqlarından günlərlə yuxusuz qalır, günlərlə o konsertin hazırlığını görür. Bəlkə də ola bilsin ki, zamanında vaxtaşırı
vaxtından dolayı və ya hər hansı bir səbəbdən bəlkə də bir kardioloji müayinəyə də getməyib. O yüzden hər bir insan, istər sənət adamı olsun, istər sadə insanlar olsun, ildə ən azı bir dəfə kardioloji check-up müayinəyə getmələri lazımdır. Çünki kardioloji check-up müayinələri getdiyimiz zaman biz ən azı yaxın bir il ərzində %70-80% ola biləcək bir ağırlaşmanı və yaxud ola biləcək bir ürək hadisəsini öncədən bilmiş oluruq. Yəni o yüzden bu tipli əlbəttə ki, sənət adamları çətin və onlar da dolayısıyla bir məsuliyyət daşıyır. Həyəcan olur, həyəcan da olur, səndə tamaşaçının gözləntini vermək lazımdır. O yüzden bəli, onlar yuxusuz qalır, bəzən daha çox siqaretdən istifadə edirlər, təəssüflər olsun ki, və rejim pozuntusu dolayısıyla ürək-damar xəstəliyinə düşən yükü daha da artırır. Bir də bir sual da verəcəm. Düzdür, indi mən həkim olaraq bir çox məsələləri bilirəm. Sadəcə burada daha çox tamaşaçı tərəfdən verilən sualları. Eşidirik ki, filan kəsə filan xəbəri eşitdi, ürəyi partladı, vəfat elədi. Doğrudan da burada ürək partlayır, nəsə baş verir, yoxsa bu keçirilən infarktdır, adını deyirlər ki, el arasında ürəyi partladı. Bəli, əlbəttə ki, bu məcazi anlamda deyilən bir sözdür. Əslində elə bir söz tipdə yoxdur. Hər hansı bir acı xəbərin özü belə bir stres faktorudur, əlbəttə ki. Və az öncə sadaladığım ürək-damar xəstəliklərinin risk faktorlarında stres, əsəb əlbəttə ki, ilk sıralarda gəlir. Yəni bunlar risk qrupunda olan insanlar. Bəli, ancaq hər insan hər hansı bir acı xəbər aldığı zaman infarkt keçirməz. Təbii ki. Təbii ki, bu insanda bu proses gedirmiş. Yəni ürəyin işemik xəstəliyi varmış, damarlardakı darlıq ciddi kritik vəziyyətə gələndə onun belə də yox, partlama nöqtəsinə məcazi mənada desək, hər hansı bir minimal bir təkan lazımdır. Bu fiziki hərəkət də ola bilər, yuxuda da ola bilər və yaxud hər hansı bir acı xəbər eşidəndə də ola bilər ki, təbii ki, burada taxikardiya dediyimiz ürəyin sürətli döyüntüsü artır və ürəyin oksigenə olan tələbatı artdığından və oradan keçən qan ciddi darlıq səbəbilə ürəyi yetərliyincə qidalandırmadığından əlbəttə ki, xoşa gəlməz bu xəstəlik baş verir. Bir də biz 50 yaşlarda infarkt keçirən insanlarda, 50-60'lı yaşlarda çox vaxt eşidirik ki, infarkt səhər baş verdi, lap tezdən və ayaq yolunda baş verdi. Bunu necəsə əlaqələndirirlər. Yəni bu sırf sübh tezdən baş verməsinin səbəbi varmı? Bəli, səhər saatlarında xüsusən orqanizm tam sakit vəziyyətdə olur. Və sakit vəziyyətdə olduğundan zaten o damardan keçən qanın miqdarı azdır və yuxuda da artıq o tamamilə ürək sakit vəziyyətdə olduğundan bəzən yetərli qan dövranı təsisatı olmur, azalır və o yüzden artıq işemik ataklar oradan başlaya bilir. Yəni bunun səbəbi belə daha çox buna bağlıdır. Və siz fiziki aktivdən danışmışkən mən istəyirəm ki, idmançıların qarşılaşa biləcəyi ürək-damar xəstəliklərindən danışaq və yaxud deyək ki, ailədə ürək-damar xəstəlikləri varsa, risk qrupundadırsa, bu zaman seçəcəyi idman növündə necə diqqətli olmalıdırlar? Bu istər professional olsun, istər digər idman növləri olsun. Təbii ki, hər bir tamaşaçılarımız da diqqət eləsə, professional futbol klublarında hər bir oyuncu bir ümumiyyətlə sezon başlamamışdan öncə bir tibbi check-up müayinədən keçirlər. Ki orada da başlıca əsas kardioloji check-up müayinədir. Baxmayaraq ki, hər bir futbolçu, futboldan götürsə, hər bir futbolçu bir oyun ərzində 8-10 kilometr qaçan bir oyuncu olsa da, bu %100 ürək-damar xəstəliklərindən sığortalanmır. Əgər professional bir idmançı ildə məcburi olaraq ildə bir dəfə kardioloji check-up müayinədən keçirsə, sadə insanların burada daha da diqqətli olması lazımdır. Gəldik idman zallarına. Əlbəttə ki, bəzən insanlar qarşılarına bir məqsəd qoyur. Mən bu vaxtda bəlli bir belə deyək, bədən forması yığmalıyam və yaxud yəni bu əslində hər bir əgər xüsusən fitness dediyimiz ağır idman növlərinə başlamamışdan əvvəl hər bir insanın bir check-up müayinəsi olması lazımdır. Çünki ürəkdə nələrin olduğunu, hansı bir problemin olduğunu, istər aritmoloji olsun, istər ürəyin işemik xəstəliyi olsun, biz bunu bilmirik. Ən azından bir kardioloji check-up müayinədən və həkim məsləhətini aldıqdan sonra bəlli bir protokolla, bəlli bir proqramla professional fitness müəlliminin nəzarəti altında
belə deyək, tələsmədən bu işləri görmək lazımdır. Dediyim kimi, bəzən sosial platformadan da qarşımıza çıxır. Bəlli bir 3 aya, 2 aya hədəf qoyur ki, mən bu formalı, bu bədənə düşən fiziki yükdür. Və bəzən təkrar söyləyirəm, bu insanların kardioloji müayinələri və yaxud hər hansı bir check-up müayinələri olmadan bu yükün altına girməsi risklidir. Təkrar söyləyirəm, mütləq bir müayinədən keçməlidir. Ola biləcək bir problemini öncədən bilməsi lazımdır və hər şey protokolla getdiyi zaman düşünürəm ki, o problemləri maksimum minimalizə etmiş oluruq. Çünki idman zallarında da qəfləti ölüm halları az deyil ki, Bəli. deyək ki, bu yürüyüş bandında üzərində gəzdikləri zaman hər hansı bir ağırlıq növünə dediyim və səbəblər ağırlıq bunlardır. qaldırdığı zaman ürək Dediyim dayanması səbəblər olur. bunlardır. Şərtləri bədənin bəlli bir kapasitesi var. Orqanizm elə bir vahid formalıdır ki, yəni bunun özünün bir nizamı var. O nizamı, o düzəni pozduğun zaman, zorladığın zaman mütləq ki, bir yerdə bir problem çıxacaqdır. Az öncə dediyim problemlərin hər biri ona bağlı. İstər ağırlıq qaldırmada, istər bəlli bir belə deyək, normadan daha artıq bədənin hazır olmadığı bir fiziki yükü ona verdiyin zaman mütləq ki, bir problem olacaqdır. O yüzden öncədən müayinə olunmaq, əgər siz profesional və yaxud belə deyək, həvəskar bir idmana başlayırsınızsa, istər fitness, istər başqa digər idman növünə, mütləq ən azından bir yüngül belə deyək, kardioloji müayinədən keçmək, ən azı ola biləcək bir prosesin qarşısını almaq lazımdır. Bədəni bir şəkildə zorlamaq olmaz qətiyyən orqanizmə. Yəni birdən-birə çox yük vermək olmaz bədənə. Qətiyyən. Nə fiziki, nə mənəvi bu arada. Vüqar doktor, belə bir sual verəcəm sizə. Siz birinci dəfə kardioloji check-up'ın önəmini vurğuladınız ki, nə qədər bizim üçün vacibdir. Kardioloji check-up'a minimum nələr daxildir və neçə yaşdan sonra ildə bir dəfə yoxlayaq ürəyimizi? Bəli, bu çox aktual bir mövzudur. Statistik baxsaq, illər öncə bu xəstəliyin yayılma tempi yaşı daha çox 40 yaşından sonra təsadüf edilirsə, təəssüflər olsun ki, bunu öz praktikamdan söyləyə bilərəm ki, 23, 29, 35 yaşında əməliyyat elədiyimiz, stent taxdığımız gənc xəstələrimiz var. Bu təəssüf doğurur. Bəlli bir yaşdan sonra, bugün artıq bunu ən aşağı 30 yaş götürür və tövsiyələrimiz onun üzərindədir ki, 30 yaşdan sonra ildə bir və yaxud 2 ildən bir kardioloji check-up müayinə mütləq olunmalıdır. Check-up müayinə deyərkən bir ürəyin sakitlik müayinəsi var. Bir də əgər fiziki durumu buna müsaitdirsə, uyğundursa, fiziki yük altında yoxlayırıq. Sakitlik müayinəsi nədir? Sadə bir kardioqrama. Sadə kardioqrama ürəkdə olan işemik və yaxud aritmoloji bir prosesləri göstərir. Və ekokardioqrafiyaya baxaraq, görərək, ürəyin anatomik strukturunu, vəziyyətini görərək, əgər hər şey normaldırsa... Eko bu arada ürəyin ultrases müayinəsi, ürəyin uzisidir, deyək tamaşaçılar bilsin. Əgər ekoda hər hansı bir problem yoxdursa, ikinci etap altda yatan bir problem varmı yoxmu, onu bilməliyik. Onu bilmək üçün treadmill test dediyimiz fiziki yük, yəni fiziki yük altında hərəkət və hərəkətdə olarkən, fiziki yüklənmədə olarkən kardioqramanı izləmək. Bu test bizə ən azı 70-80% arasında yaxın bir il ərzində ürəyin işemik xəstəliyi riski varmı yoxmu onu göstərən bir müayinədir. Bir müayinədən keçərək ən azı müəyyən bir müddət ürək damar xəstəliklərinin belə deyək, garantiya altına almış oluruq. Yəni hər hansı bir fəsad verib-verməyəcəyinin garantiyanı altına almış oluruq. Yəni kişilər, qadınlar arasında bölsək necə? Yəni bəli. 30 yaşlı bir qadının ürəyə bağlı şikayətləri daha çox panik atakla bağlı olur, nəinki kişilərin. Praktikamızdan gördüyümüz kimi 40 yaşın altında olan qadın xəstələrimiz çox azlıq təşkil edir. Bunun təbii ki, hormonal bir səbəbi var. Bu da xanımlarımızın bir şansıdır. Amma 40 yaşın altında olan qadınlarda da mütləq ki, onda bir metabolik sindrom, yəni sizin də ixtisasınızı yaxından dəyərləndirəndə metabolik sindrom fonunda və yaxud irsi faktor ailəsində daha gənc yaşlarda keçirilən infarkt və şəkərli diabet durur. Amma kişilər əlbəttə ki, müqayisədə qadınlarda ürək damar xəstəliyinə daha çox tuturlar və az öncə dediyim o yaşlarda təəssüflər olsun ki, kişi cinsinə olan xəstələrimiz daha çox rast gəlirik. Bəli. Biz davam edəcəyik və verilişimizin ikinci yarısında mən istəyirəm ki, bu xolesterin mövzusuna toxunaq. Çünki xolesterin dərmanları içək, içməyək, kimə lazımdır, kimə lazım deyil. Bu mövzuda da
çox iddialar var. Xolesterini bitkilərlə, sirkə ilə və yaşıl çayla salmağa çalışan, həkimin təyinatına müdaxilə edən təəssüf ki, tibbi savadı olmayan insanlar da sosial mediada bu informasiya kirliliyi çoxdur bu mövzuda. İstəyirəm bu məsələdə toxunaq ki, insanlar maksimum maariflənsin və öz başına həkimin yazdığı təyinatı saxlamasınlar. Verilişimiz indi reklamlara ayrılacaq. Mən istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə ilk növbədə öz təşəkkürümü bildirim. Kalsium D3 Nikomed, portağal və limon adlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisitə riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Təbii ki, təyinata uyğun olaraq kalsium D3 Nikomed 25 ildən artıq mövcuddur. Həkimlərin sevimli preparatıdır, sınanmış bir preparatdır və hamilələr, hətta 3 yaşına yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsili idman həkimi Dr. Fərid Səlimova düşür. Çünki o müasir fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Tez onurğa çiyin əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Bunu sınamış bir insan kimi deyirəm ki, doğrudan da müalicəvi idman bir çox orqanlarımıza müsbət təsir edir və burada idman həkiminin müayinəsindən sonra alacağınız nəticə gündə o özünüzə ayırdığınız yarım saat mükəmməl nəticələr verir. Təşəkkür edirəm bu arada Dr. Fərid Səlimova 055 318 83 94 nömrəsinə zəng edib həkimin qəbuluna yazıla bilərsiniz. Reklamlara baxaq, sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomed.